Yenilici, başqa coğrafiyadan gələn, bizim coğrafiyamızda çox da aid olmayan qidaları nəzərdə tutmuram. Yəni super qida dedikdə mənə görə daha funksional, tərkibi, vitamin, minerallar, makro və mikro qidalar cəhətdən zəngin olan qidalar super qidadır. Amma bunun bir marketinq yönündən hansısa qidanı satmaq üçün super qida adlandırılan qidaya super qida deyib də digər qidalara da haqsızlıq etmək istəmirəm. Bunun hal-hazırda trend olmasına səbəb həm müasir dövrdə onlayn bizim gördüyümüz xarici pəhrizləri ölkəmizdə də etməyə çalışmaqdır. Yəni bizim üçün misal göstərirəm, brokoli biraz yeni bir qida kimi, yəni 10 il ərzində gündəm olub, amma Amerikada və yaxud digər ölkələrdə, Avropanın bəzi ölkələrində deyəlim, və yaxud hal-hazırda Çində ən böyük istehsalçıdır. Çinin özündə brokoli elə də yeni bir qida deyildi. Və biz Amerikada hər hansısa bir pəhrizi məsləhət görən birini rasionuna baxdıqda, brokolini gördükdə biz elə düşünürük ki, brokoli olmasa bizim rasion elə də tam olaraq yerinə yetməyəcək. Ona görə onların mədəniyyətində olan qidalar istər-istəməz sosial şəbəkələr vasitəsilə də bizim coğrafiyada da artıq istifadə olunmağa başlayıb.